Dünyanın sonu kimi belə gəlir mənə. Həyat gözəldir, yaşamağa dəyər. Sanki bu uzun illərdə elə bir mənim yanımda olmuş kimi danışırsınız. Xoş gəlmisiniz Vasif müəllim. Təşəkkür edirəm. Necəsiniz? Nə yaxşı gəldiniz. Öz də inanmırız belə şeyə. Çünki çox yerlər, bəlkə də psixoloqlar, ekstrasenslər olmuşsunuz, amma sizə motivasiya verən olmayıb deyənə ümidinizi kəsmisiniz. Belə deyim, illərdir, 15 il, 16 ildir ki, əziyyət çəkmisiniz. Ruhunuzun ağrısını heç kəs kəsməyib və nəyə görə siz mənim yanıma gəldiniz? Çox sağ olun Ataman xanım. Təşəkkür edirəm qəbul elədiyiniz üçün. Düzdür, tamamilə doğrudur. Elə bir sanki onluğa vurdunuz. Neçə vaxtı yuxusuzluq var məndə, açığı. Baş ağrıları olur zaman-zaman. Xüsusən də yuxusuzluq. Hərdən belə sanki dünyanın sonu kimi belə gəlir mənə. Panik atak da deyirlər hərdən ona. Onunla bağlı mən müalicə götürdüm. Yenə də bir kömək olmadı. Dost, aşina, ətraf, yaxşı insanlar və xüsusən də bizim sənət adamlarının bir çoxu sağ olsunlar mənə məsləhət gördülər ki, üst tutun sizə. Köməyinizə ehtiyacım var. İnşallah ki, sonunuz yaxşı olar. Bəli, doğru söylüyorsunuz. Mənim yanıma çox insanlar gəlib, bəli, Allah köməkləri olsun. Yəqin ki, hamısı kömək görüb ki, elmə nəsib Allahdan. Sizin də dostlarınızdır və mənim də demək olar dostlarımdır. Sizə məsləhət görüblər ki, bura gəlmisiniz. Bəli, sizdə panik atak güclüdür. 2004-cü ildən bura çox əziyyət çəkmisiniz. Maddi yox, mənəvi. Belə deyim ki, qızıl qaba qan qusmusunuz. Hətta bəlkə də əməliyyata belə düşəcəydiniz. Ruhunuzun ağrısı onun qarşısını alıb, Allah Teala onu da belə sağaldıb. Düzdür, boşluqlar olub sizin həyatınızda. Bu 5 il içində o boşluqlar dolub güya ki, amma dolmayıb. Hardasa qırıqlıq var. Əziyyət çəkirsiniz. Hər şey var, amma heç nə yoxdur. Amma hər şey yaxşı olacaq. İnşallah. Ona görə əziyyət çəkməyə dəyməz. Həyat gözəldir, yaşamağa dəyər və balalarımız var. Allaha şükürlər olsun. Ölənin dalıca ölmək olmaz. Qırılanın dalıca qırılmaq olmaz. Qırılanı düzəltmək olmaz. Düzəltsən də o yamaqdır. İnşallah yaxşı olacaq və sizin həyatınızda onsuz da mən dedim bayaqda sizə və istəmədik ki, bu ictimailəşsin. Bunu gizli pərdə arxası biz danışdıq. Siz də dediniz ki, mən belə bir şey görməmişəm. Mən sizə sadəcə olaraq motivasiya vermək istəyərəm ki, ruhunuzun ağrısını dayandırın. Siz xoşbəxtçiliyi balalarınızdan görəcəksiniz. Dünyanın ən böyük xoşbəxtçiliyi evladdan. Hər bir kəs evlad üçün yaşayır. Ailə quranda da evlad üçün. Hansısa bir yalanlar, xəyanətləri də evlad üçün bağışlayırsan. Bütün qazançlar da, əziyyətlər. Hər bir yalandır, falandır, xəyanət. Hər şeyi qurban verirsən evlada. Və sizin həyatınızda da itirdiyiniz çox şeylər olur. Amma siz qan qısmayacaqsınız. İnşallah. Və siz gələn illəri gələcəksiniz. 27-ci ilin axırında balamın xoş gününü gördüm. Heç ağlıma gətirməyən bir, nə bilim, universitetmi, nə bilim, bir təhsilmi, nə bilim, bir gözəl bir şey. Vallahi Allahıma and olsun, bunu səmimi deyirəm. Gələcəksiniz və dostluğunuzu davam eləyəcəksiniz mənimlə. İnşallah. Özünüz də görəcəksiniz. İnşallah. Ataman xanım, birinci onu deyim ki, əslində siz çox ciddi görsənsiniz videolarda da, daxil olanda da elə gördüm. Amma insanı gərək tanıyasan, əslində çox səmimi, içdən bir, sadə bir insansınız. Ona görə ayrıca təşəkkür edirəm. Bir də dediyiniz sözlərin haqqında sanki bu uzun illərdə elə bir mənim yanımda olmuş kimi danışırsınız. Bu da düzgün, bu da belə analiz verdiniz ki, mən artıq tam əminəm və inandım ki, inşallah ki, mən yaxşı olacağam. Yuxum da düzələcək, işlərim də düzələcək, ruhum da təzələnəcək və auram da inşallah yenilənəcək.